Salam dostum, salam traderlər, trader olmaq istəyənlər, hər kəsi salamlayıram. Binar Option platforma Pocket Option balansımız $100. Bugünkü videoda $100-ları $1000 necə etdim onu sizə göstərəcəm. Yəni $100-dan $1000-a qədər olan marafon. $100-ların hamısını, yəni balansımızın hamısını 1 dəqiqə müddətində əməliyyat açacaq. Maraqlı situasiya axtaraq. Outcad burada heç nə yoxdur. Out NZD burada da heç nə yoxdur. Out USD burada da heç nə yoxdur. CAD burada. Aha, maraqlı situasiya var. Bir dənə horizontal xətt ataq qiymətin üzərinə. Qaldıraq yuxarı. Görürsünüzsə burada qiymət bir dəfə dəyib qayıdıb, 2 dəfə dəyib qayıdıb, hətta 3 dəfə. Növbəti dəfə cırıb keçmək ehtimalı var. Bəli, o zonanı yarıb keçdi üzü yuxarı. Biz də $100 1 dəqiqə müddətində yuxarı əməliyyat açdıq. Ümumiyyətlə qiymət bir neçə dəfə hər hansısa bir zonaya dəyib qayıdıbsa, növbəti dəfə həmin zonaya yaxınlaşırsa və yarıb keçirsə, çox güman ki, həmin istiqamətdə də hərəkətin davam etdirəcək. Ona görə biz yuxarı əməliyyat açdıq. 1 dəqiqə müddətində $100 həcmində. Burada tradingdə səbir, soyuqqanlıq çox vacib bir xüsusiyyətlərdir. Ona görə əməliyyat açmağa çalışmayın. Çox vaxt harda gəldi, necə gəldi, əməliyyat açın, təki tez olsun pul qazanım, belə şeylər etməyin. Texniki analiz etdik və $92 əlavə $100-ların üstündə pul qazandıq. 92% idi. Balansımız oldu $192. $192-ların hamısını növbəti əməliyyatda açacaq. Ayet, Sinivay heç nə yoxdur. Outcad burada da heç nə yoxdur. Out NZD burada. Aha, burada da maraqlı situasiya var. Görürsünüzsə, burada 2 dənə təpə var, yəni Urvin. Buna deyirlər high, yəni yüksək qiymət zonası var. 2 dəfə qalxıb yuxarı və təqribi eyni zonadan enib aşağı. Yaşıl şamlar düzülür ard-arda. Maqdinin gücü yuxarı, RSI 70-də indikatorlara diqqət edin. İndikatorlarsız ümumiyyətlə trade etməyin, əməliyyat açmayın. Bura bir dənə horizontal xətt ataq. Həmin o 2 dənə təpə zonasına təqribən eyni səviyyədədir. Bəli, görürsünüzsə dəyib qayıdıb. Yəni 3-cü dəfə biz gözləyək. O zonaya qiymət gedəcək, yoxsa yox. Burada bir dənə əyri xətt ataq. Fikir verirsinizsə, bu əyri xəttdə də qiymət bir dəfə dəyib qayıdıb, 2 dəfə dəyib qayıdıb, 3-cü dəfə də çox güman ki, dəyib qayıdacaq və istiqamətlənəcək yuxarıda çəkdiyimiz horizontal xətt tərəfə. Gözləyək, biraz da aşağı. Bəli, dəydi. 1 dəqiqə yuxarı əməliyyat açdıq $192 həcmində. Deməli, niyə buradan biz yuxarı əməliyyat açdıq? Yadınızdansa, yuxarıda horizontal xətt çəkmişdik. Həmin zonaya qiymət 2 dəfə dəyib qayıtmışdı. Ümumi trendimiz yuxarı, yəni həmin horizontal xətt istiqamətindədir. Burada da əyri xətt çəkdik. Bu əyri xəttdə də qiymət 2 dəfə dəyib qayıtmışdı və 3-cü dəfə də dəyib qayıtmaq ehtimalı çox yüksək idi. O yüzden biz yuxarı əməliyyat açdıq. Bir səbəb də odur ki, bu yuxarıda bir zona varsa, yəni həmin horizontal xətt. Onu biz çəkmişik, bilirik yuxarıda o zona var. Qiymət həmişə təpəyə yaxınlaşmaq istəyir. Bunu heç vaxt yaddan çıxartmayın.
Bu məlumatı yadda saxlayın və inanın mənə ki, mənə çox sağ ol deyəcəksiniz sonra. Bəli, ikinci plusumuz da oldu. Balansımız 368 dollar 64 sent. 368 dolların hamısını yenə 1 dəqiqə müddətində əməliyyat açacağıq. Elə çox güman ki, burada əməliyyat açacağıq. Çünki çəkdiyimiz zonaya istiqamətlənir qiymət. Və dediyim kimi zona varsa qiymət həmin zonaya hər zaman istiqamətlənmək istəyir. Gözləyək, görək həmin zonaya yaxınlaşıb nə baş verəcək. Çox güman ki, biz aşağı əməliyyat açacağıq. Çünki RSI göstəricisi artıq 70-dir. Bu o deməkdir ki, bazarda aşırı dərəcədə alınma var və qiymət aşağı gedə bilər. Gözləyək. Qiymət hər hansı bir zonaya yaxınlaşanda o zona ətrafında bakavik yaradır. Bakavik, yəni yan-yana düzülmə. Şamlar yan-yana düzülür, borulğan əmələ gəlir, yəni konsolidasiya. Qiymət müəyyənləşdirir ki, hansı istiqamətdə gedəcək. Bax, görürsünüzsə, yaşıl şam və qırmızı şam tam yan-yanadır. Qalxır, düşür, bir istiqamət yoxdur. Belə bir zonada heç vaxt əməliyyat açmayın. Ən yaxşısı biz səbirlə gözləməliyik, şam özün, qiymət özün necə aparacaq və ideal giriş nöqtəsi seçməliyik. Çox güman ki, burada biz əməliyyatı yenə dediyim kimi aşağı açacağıq. Çünki aşırı dərəcədə alınma var idi, zona var idi, hansı zonasından ki 2 dəfə qiymət dəyib qayıdıb. Bura bir əyri xətt ataq və gözləyək. Qiymət aşağı düşərək bu zonanı keçsə, biz aşağı əməliyyat açacağıq. Yəni çəkdiyimiz əyri xətti keçsə, biz aşağı 1 dəqiqəlik müddətində əməliyyat açacağıq. 368 dollar həcmində. Dəydi, qayıtdı. Hələ qiymət özündə güc keçdi. 1 dəqiqə aşağı. Niyə görə 1 dəqiqə aşağı? Çünki horizontal xəttdən pik qiymət zonasından 3-cü dəfə qiymət dəyib qayıdır və çox güman ki, anlayırıq ki, qiymət üzü aşağı doğru istiqamətlənəcək. Ona görə burada əyri xətt çəkdik. Bu əyri xətti də qiymət cırdı, keçdi, yardı, keçdi. Ona görə biz aşağı əməliyyat açdıq. 1 dəqiqə müddətində 368 dollar. Çox güman ki, qiymət aşağı gedəcək və bu əməliyyatımız da plusla nəticələnəcək. Üçüncü əməliyyatımız da plusla nəticələndi. Balansımız 707 dollar 20 sent. 1000 dollar nə qədər çatmır? 92% ise 320 dollarlıq həcmində əməliyyat açacaq. 92%. Bu da təqribi bizə 300 dollar verəcək və əməliyyatımız uğurla nəticələnsə balansımız olacaq 1000 dollar. Situasiya axtaraq. Ayet Sinivay. Burada heç nə yoxdur. Outcut. Burada da heç nə yoxdur. Out NZD. Burada da heç nə yoxdur. Out USD. Burada da heç nə yoxdur. BHD CNY. Burada da nəsə varmı burada? Başqa time frame-də 5 dəqiqəlik time frame-də baxaq. Aha. 5 dəqiqəlik time frame-də biz nə gördük? Bura bir əyri xətt çəksək, bu zonadan siz getdikcə, yəni trade etdikcə, qrafiklərə, şamlara baxdıqca gözünüz öyrəşəcək. İndi mən görən kimi
baxan kimi görürəm, yəni qiymət necə istiqamətlənib, zona hardadır və s. Siz də bunu biləcəksiniz, öyrənəcəksiniz. O yüzden indi başa düşmürsünüzsə narahat olmayın. 5 dəqiqəlik şam nədir, time frame nədir? Biz 30 saniyəlik time frame'də analiz edirdik. Düzdürmü? 30 saniyəlik şamlara baxırdıq. 30 saniyəlik şamda biz bir informasiya ala bilmədik. Ona görə keçdik 5 dəqiqəlik time frame-ə. 5 dəqiqəlik time frame-də bir informasiya aldıq. Əyri xətt çəkdik və bildik təqribi zona hardadır, qiymət nə edir, necə özünü aparır, o zonada qalxır, düşür və s. Buna deyirlər multi-time frame analizi. Yəni çalışın ki, böyük time frame-lərdən analiz edə üzü aşağı balaca time frame-lərə gələ baxın. Düzbucaq bir zona çəkdik bura. Görürsünüzsə qiymət bu zonanın içində hərəkət edir. Bu tullar, yəni instrumentlər, bu alətlər, xəttlər, əyri xətt, düz xətt, vertikal, düzbucaq və s. Bunlar hamısı sizin köməyinizdir. Bunlardan istifadə edin. Və zaman keçdikcə də dediyim kimi daha da doğru, daha da yaxşı öyrənəcəksiniz bunlardan istifadə eləməyi. Aşağıda əyri xətt, düzbucaq zonanı çəkmişik, hansında ki qiymət oynayır, hərəkət edir. Yuxarıda bir horizontal xətt çəkdik və təqribi bir məlumat aldıq ki, qiymət nə etmək istəyir. Horizontal xətti də görürsünüzsə, orada yaşıl şam var. Oradan tük, yəni çen deyirlər. Düz onun üzərinə qoyduq ki, bilək hardan qayıda bilər qiymət. İndi qiymət bu zonada özünü necə aparacaq, onu biz müşahidə edəcəyik. Çox güman ki, aşağı gedəcək. Çünki aşağıda əyri xətt var. Dediyimiz kimi qiymət zonaya istiqamətlənmək istəyir. Trend üzü aşağıdır. Yuxarı aşağı əməliyyat açaq 1 dəqiqə müddətində. Niyə görə aşağı əməliyyat açdıq? Çünki düzbucaq zona çəkdik. Aşağıda zona var, hansına ki qiymət gedə bilər. Bu düzbucaq zonanın üst tərəfinə qiymət dəydi, qayıtdı və biz başa düşürük ki, qiymət aşağı zonaya gedir. Yəni düzbucağın aşağı hissəsinə gedir. O üzdən 1 dəqiqə müddətində $320 həcmində əməliyyat açdıq. Əla. Baxın, gördünüzmü? Bu zonanın altdan da biraz yarıb keçdi. Bu yaxşı siqnaldır. O deməkdir ki, qiymət aşağı getmək istəyir. Qiymət yuxarı çox güman ki, qalxmayacaq. Qiymət enəcək. Aşağıdakı əyri xəttə dəyib qalxa bilər. Baxın, dəysə tullayacaq yuxarı çox güman ki. Aha, gördünüzmü? Gördünüzmü? 3, 2, 1 və əla. Bu əməliyyatımız da açdığımız əməliyyat uğurla nəticələndi. Balansımız $1001. Marafonumuzu bitirdik, yerdən yetirdik və hətta $1 artıq qazandıq. Platforma Pocket Option təxmini 15 dəqiqə ərzində $900 gəlir əldə etdik. Bunu Azərbaycan manatına çevirəndə özünüz yəni görəcəksiniz. Pis gəlir deyil. Bunu siz də edə bilərsiniz. Bu qrafiklər, şamlar, xəttlər, texniki analiz yuxarı aşağı bu sizə çətin gələ bilər, anlayıram. Mənə də çətin idi, amma getdikcə inanın mənə rahat və səlis istifadə edib siz də tradinglə məşğul olub gəlir əldə edə bilərsiniz. Amma unutmayın ki, səhv qərarlara görə sərmayenizi itirə də bilərsiniz. Trading tələskənliyi, artıq tamağı, səbirsizliyi sevmir. Kanala abunə olun, like verin. Zəhmət olmasa, əgər videonu bəyəndinizsə və nəsə öyrədə bildimsə sizə çox sevinərəm. Bildirişləri aktiv edin ki, növbəti videolar buraxmayasınız. Kanalın hekayə bölümündə Telegram kanal linki, platformanın linki, hər bir şeyi var. Keçin, kanala üzv olun.
Telegram kanalda gündəlik ticarət, maraqlı məlumatlar, mən necə ticarət edirəm, necə gəlir əldə etdim, necə itirdim, strategiyalar, analizlər, hər şeyi paylaşacağım. Bir komanda olaraq siz də baxacaqsınız, öyrənəcəksiniz, qazanacaqsınız, mənlə bərabər ticarət edəcəksiniz. Sağ olun, növbəti görüşlərə qədər.